Село Сарыджалы является одним из мест в Агдамском районе, где строительные работы получили широкий размах. Село было оккупировано армянскими вооруженными силами во время Первой Карабахской войны 23 июля 1993 года. В период оккупации село было разрушено и превращено в руины. Наряду с домами здесь также были варварски уничтожены школа, детский сад, медицинские учреждения, объекты торговли и общественного питания. После славной победы нашей армии в Отечественной войне, согласно трехстороннему заявлению, Агдамский район 20 ноября 2020 года был возвращен Азербайджану. После освобождения от оккупации села Сарыджалы здесь было обнаружено массовое захоронение, принадлежащее азербайджанцам. До оккупации в селе проживало 239 семей, всего 1024 человека. Президент Ильхам Алиев 4 октября 2022 года заложил фундамент этого села, расположенного в 6 километрах от центра города Агдам. Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии первого этапа села Сарыджалы Агдамского района. Специальный представитель президента в Агдамском, Физулинском и Ходжавенском районах Эмин Гусейнов проинформировал главу государства и первую леди о созданных здесь условиях. Село Сарыджалы спланировано на 1873 человека. Общая проектируемая территория превышает 123 гектара. Всего в селе планируется построить в 2 этапа 425 частных домов. Здесь созданы все условия для обеспечения занятости населения. Построены различные образовательные, экономические, социальные учреждения, объекты бытового обслуживания, клубно-общинные и культурные центры. Здесь также решены социальные вопросы. Проложены внутренние дороги, проведены электричество, связь, водопровод, обеспечено газоснабжение. Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии многофункционального административного здания, построенного в селе Сарыджалы для местных исполнительных структур. В этом здании, построенном на въезде в село, будет функционировать ряд структур. Это, в свою очередь, создаст возможность предоставлять услуги населению в едином пространстве и обеспечивать удовлетворенность граждан. В залах заседаний и кабинетах созданы все условия для эффективной работы сотрудников. Следует отметить, что на крышах всех построенных в селе нежилых зданий, включая административное здание, установлены солнечные панели. Благодаря им будут обеспечиваться потребности этих зданий в электричестве.
Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева ознакомились с условиями, созданными в новых частных домах в селе Сарыджалы. Отметим, что на первом этапе сюда планируется переселить 895 человек. Уже построено 203 частных дома. Дома являются 2-, 3-, 4- и 5-комнатными. С учетом численности населения, которое будет размещено здесь в будущем, под первый этап строительства села выделен земельный участок площадью 54 гектара. Затем президент Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии ясли детского сада в селе Сарыджалы. Глава государства и первая леди были проинформированы о том, что в яслях в детском саду на 100 мест, построенном в соответствии с современными стандартами, созданы все условия для обучения и воспитания малышей, их подрастания в здоровой среде. Все комнаты оснащены необходимым оборудованием. Особое внимание здесь будет уделяться обеспечению интеллектуального и физического развития детей с первых лет жизни, выявлению их талантов и способностей, охране здоровья малышей, формированию у них умения налаживать общение. В яслях в детском саду будут действовать 5 групп. На территории детского сада создана игровая площадка, установлены различные аттракционы и спортивные сооружения, проведены масштабные работы по благоустройству.
После этого президент Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии здания полной средней школы села Сарджалы. Было отмечено, что в школе на 360 ученических мест имеются 14 классных комнат. Здесь созданы необходимые условия для эффективного проведения образовательного процесса. Кабинеты оснащены необходимыми учебными пособиями. В школе имеются лаборатории, кабинеты технологий, биологии и информатики, до призывной подготовки, библиотека, актовые и спортивные залы, столовая. Отметим, что в результате 30-летней оккупации образовательные учреждения в этих районах были полностью разрушены. В настоящее время, согласно соответствующим распоряжениям и поручениям президента Ильхама Алиева, проводится важная и последовательная работа по восстановлению образовательной инфраструктуры на освобожденных от оккупации территориях. Это также нашло отражение в первой государственной программе Великого Возвращения на освобожденной от оккупации территории Азербайджана. Строительство новых школьных зданий наглядно демонстрирует, как чутко азербайджанское государство подходит к вопросу образования детей, переселившихся на освобожденной от оккупации территории. На территории школы построена спортивная площадка, которой смогут пользоваться не только учащиеся, но и в неучебное время население села. Здесь также создана игровая зона и зона отдыха, разбиты озеленительные полосы. Затем глава государства и первая леди встретились с жителями, переехавшими в новые дома, вручили им ключи от квартир. Глава государства выступил на мероприятии. Ramazan bayramı münasibətilə təbrik edirəm sizi və Sarcalı kəndinin bərpası münasibətilə. Yəni bugün 2 qat bayramdır və bu bayram ərəfəsində kəndi istifadə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir. Bu yaxınlarda Novruz bayramını qeyd eləmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüşdüm. Onların evlərinin açarlarını təqdim etmişdim. Bugün isə burada Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək əlbəttə ki, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmışsınız və sizin üçün bax, burada gözəl şərait yaradılıb. Mənim işğal dövründə keçmiş köçkünlərlə çox sayılı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və sizi öz doğma torpağınıza qaytaracaq. Bugün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdır və bütün keçmiş köçkünlər üçün bax, bu cür şərait yaradılacaq gələcəkdə. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi bugün keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də Ağdamlar qayıdacaq. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulur. Digər kəndlərdə inşaat işləri gedir və təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Ağdam şəhəri də, rayonu da, bütün kəndlər mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı. Bir dənə də salamat bina qalmamışdı və bu bir daha düşmənin xislətini göstərir. Bizə olan tamamilə əsassız düşmənçiliyi göstərir.
Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra ki, həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzəyik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə yeksan edildi və Ağdamı Qafqazın Hirosiması adlandırırlar. Amma fərq ondadır ki, Hirosima atom bombası nəticəsində viran qoyulmuşdur. Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançıları sökərək o daşları da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu misli görülməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim. Erməni faşizmi, faşizmin ən yüksək nöqtəsidir. Və biz Ağdamı yenidən qururuq, quracağıq. İndi quruculuq işləri aparılır, geniş miqyaslı quruculuq işləri. İşğaldan sonraki dövrdə bir çox önəmli infrastruktur obyekti istifadə verilib. İlk növbədə yollar, Ağdam, Bərdə yolu yenidən quruldu. Sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dörd zolaqlı yol olacaqdır. Dəmir yolu çəkilir. Yəqin ki, bu il istifadə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən orada heyvan saxlayırdı. Bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam mərkəzi inşa edilir. İmarət kompleksi bərpa edildi. Natavanın qəbri bərpa edildi. Düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi bərpa edildi, yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, həstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir, artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Və təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadə veriləcək. Bununla bərabər bölgənin turizm imkanlarını nəzərə alaraq 2 mehmanxana artıq fəaliyyətə başlayıbdır və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Belə şəhər biz qururuq. Və yadımdadır, ilk dəfə işğaldan sonra Ağdamda Ağdamlarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq. Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bugün bu işləri görməyə qadirdir. Təkcə Ağdam rayonunda gedən işləri mən sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir. İkinci Qarabağ müharibəsi təbii olaraq tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı
Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi. Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə Ağdam istiqamətinə biz artıq Hadrut, Cəbrayıl, Füzuli azad olunandan sonra, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq. Və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Və yenə də Azərbaycan humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdir. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi. O ünsürlərə ki, onlar buna layiq deyirlər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdir. Bizə qarşı soyqırımı törədilmişdir. Xalqımız böyük əzab, əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu. Kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər Laçın və Kəlbəcər rayonları. Biz onsuz da bu torpaqları azad edəcəkdik. Ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq. Ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Və ondan 3 il sonra tam nəzarəti ələ götürdük. Suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bugün separatizmin kökü kəsildi. Bugün burada insanlar rahat yaşayacaq, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaq. Əminəm ki, xoşbaxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda xalqımızın milli ləyaqəti bərpa edildi. 30 il ərzində Ermənistan hər vəclə çalışırdı ki, 1 santimetr torpaqda bizə qaytarılmaz. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma bir şey onlar nəzərə almamışlar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və ordumuzun qəhrəmanlığı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah həmişə ordumuzun silahlı qüvvələrimizin şəxsi heyətinin başını uca eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində bugün bax biz burada durmuşuq və bugün bu gözəl bayram ərəfəsində sizinlə görüş keçirilir. Bundan sonra bərpa işləri davam edəcək. Sarcalı kəndinin sadəcə olaraq 1-ci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra hardasa evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tip məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür, 12 sot. Eyni zamanda ətraf ərazilərə su veriləndən sonra ətraf torpaqlarda da əkin, biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və su qovuşan su anbarı
bu imkanı bize yaradacak. Sadece olarak vaktiyle inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz ki, həm Sərsəng, həm su qovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin edilsin. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və su qovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Hardasa 100.000 hektar bugün suvarılmayan torpağa su gətiriləcək. Ona görə Ağdam rayonunda yaşayacaq vətəndaşlar buna hazır olmalıdırlar. Burada işlə təmin etmək üçün lazım addımlar atılır. Eyni zamanda kənd təsərrüfatı da artıq sahibkarlar tərəfindən də inkişaf etdirilməlidir. Bir daha sizi ürəkdən təbrik edirəm. Can sağlığı arzulayıram. Xoşbaxt yaşayın. Dəvət olunur Rzayev Ramiz İsaoğlu. Çok sağ olun, minnettar. Allah sizi var eylesin. Çox sağ olun. Behbudov Silyan Vilayətov. Əliyeva Vəfa Raqub qızı. Cəfərova Lalə Həmzə qızı. Tağıyev Elgiz Xəliloğlu. Əliyev Faiq Yelmaroğlu. Quliyeva Nuriyə Əfqan qızı. Cəfərova Natella Asif qızı. Məmmədov İntiqam Nəbioğlu. Və Əliyev Şünasif Ələskəroğlu. Təbrik ederim. Təbriklər. Bizim halkımızda büyük durduğumuz yer bağ idi, meşeydi. Yanında büyük bağ Evlər başları, haradaydı? evler gözümden aşağıydı. Orada. Evet. Ama bu bağ Sarıcalının bağı idi. meşeydi. Meşə. Koz ağaçları, bağ ağaçları vardı. Yani onlardan Qurdular. hamısı. Siz işğal dövründə harada yaşamısınız? Bərdədə. Məktəbdə yaş. İndi hal-hazırda yine 5 mərtəbələrdə var. Çok sağ olun, Allah size kömək olsun. Allah şəhidlərimizə rəhmət eylesin. Dağlar da gəlir. Sözün deyir həmşərə. Həvəslə gəlirsiniz. Onlar heç görmürlər buraları. Yani görmeyenler de bile gelip görmek istemek üzere Nezir işgal azad olmuş torpaqlarımız bərpa oldu. Yine qonaq gələrsiniz. Yani Allah həmişə dövlətimizin bayrağını çəksin. İnşallah ədalətsizliklə üzləşmişdik 30 il ərzində. Bu ədaləti biz özümüz bərpa etdik və hər gün ədalət təntənəsini biz görürük. Allah sizi bağışlasın. İndi azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır.
İlin sonuna kadar da arasa 30 min, 40 min qayıtmalıdır. Şimdi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Çok sağ olun. Ama indi yaxın aylarda qonşularınız da gələcək. Çok sağ olun. Xıdırlıya, yəqin ki görmüsünüz, Öygün Şahat gedir Kəngərliyə. İlin sonuna kadar Ağdam şəhərinə burada rahat, xoşbəxt yaşayacaqsınız. Çok sağ olun. Minnətdarım. Allah sizi var etsin. Sağ olun. Allah sizi Sağ olun. Sağ olun.